Son dövrlərdə, eee, ailə zəminində olan münaqişələr zamanı həm kişilərin, həm qadınların biri-birinə xəsarət yetirməsi nəticəsində ölümlə nəticələnən faktlar, xəsarət alanlar həddindən artıq çoxdur. Məsələ nədir? Mən belə düşünürəm ki, insanlar normalda ailə quran zamanı heç kim bu tərəfini düşünmür ki, ailə zamanı, ailə daxilində münaqişələr yarana bilər, mübahisələr ola bilər və qarşınızdakı insanın nəyə qadir olduğunu siz heç vaxt bilməyəcəksiniz. Çünki sevgililik dönəmi, nişanlılıq dönəmi münasibətin ən gözəl, ən çiçəklənən vaxtı olur və çox nadir hallarda insanlar iç üzlərini göstərirlər. Bu həm kişilərə, həm qadınlara aiddir. Məsələ nədir? Mən tövsiyə edərdim ümumiyyətlə gənclərimizə ki, süni bir mübahisə, qəsdən yaradılmış bir situasiya. Baxın, yoxlayın qarşınızdakı insanın içindəki canavarı. Baxın, görün o canavarla yaşamağa dəyərmi? Bir evi, bir həyatı paylaşmağa və hətta ondan övlad dünyaya gətirməyə dəyərmi? Məncə dəyməz. Bəzi canavarlar var ki, onları elə yolun əvvəlində tək buraxmaq lazımdır. Özünüzdən müğayət olun, özünüzü qoruyun. Sizdən dəyərlisi bu həyatda heç kim yoxdur.